Araşdırmaçı jurnalist Cavanşir Həsənli Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ailəsi ilə iş adamı Mübariz Mənsimov arasında mümkün əlaqələr barədə sensasiyon iddialar irəli sürüb. O qeyd edib ki, Mübariz Mənsimova məxsus gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlunun şirkətinə keçirib. Bununla yanaşı, iş adamı Mübariz Mənsimovun hazırda həbsdə olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə bu iki fiqur arasında körpü rolunu Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb. Bu məlumatlar təsdiqlənərsə, Paşazadələri nə gözləyir? Mübariz Mənsimov Mehdiyev işinə görə istintaqa cəlb edilə bilərmi? Qlobal Infoza danışan hüquqşünas Əlövsət Əliyev deyib ki, söhbət Məhəmməd Paşazadənin şirkəti ilə Mübariz Mənsimova məxsus şirkət arasında iddia edilən səhmdar münasibətlərindən gedir. Stat: Bu məqam hüquqi baxımdan prinsipialdır. Çünki məsuliyyətin subyekti də məhz fiziki və ya hüquqi şəxs olaraq düzgün müəyyən edilməlidir. İkincisi, Azərbaycan hüquq təcrübəsində media və ya jurnalist araşdırmalarında səslənən bu tip məlumatlar nadir hallarda istintaq araşdırmasının predmetinə çevrilir. Cinayət Prosessual Qanunvericilik formal olaraq buna imkan versə də, real müstəvidə belə araşdırmaların başlanması birbaşa siyasi iradədən asılı olur. Yəni, hüquq mexanizmləri mövcuddur. Lakin onların işə düşməsi selektiv xarakter daşıyır. Əgər iddia olunan faktlar rəsmi sənədlərlə təsdiqlənsə, nəzəri olaraq bu hüquqi istiqamətlər üzrə araşdırma predmeti yarana bilər. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.